Mənim əzizlərim, 1968-ci ildə orta məktəbi tutararaq o vaxtki Kirabat Dövlət Pedagojik İnstitutuna daxil olmuşam. Və Gəncə mənim üçün elm məbədi kimi başqaları, necə ki, görkəmli şəxsiyyətləri getirməklə bərabər, mənim üçün bir elm məbədi, elm xəzinəsidir. Bugünkü gündə mən çox şadam ki, Gəncədə artıq professor adına layiq görülməklə bərabər müdafiə edir, böyük uğurları var, onun haqqında neçə olmayacaq dərəcədə artıq Turan Elmlər Akademiyasının həqiqi üzvüdür. Lakin buna baxmayaraq, biz o qənaətə gəldik ki, Şaiq müəllim Turan Elmlər Akademiyasının həmçinin xalq rəssamı şərəfli adına layiq görürsün. Şaiq müəllim, bura gəlin baş. Alqışlayın Şaiq müəllimi. Mən sizi təbrik edirəm. Bura baxaq. Yeni uğurlar diləyirəm. Şaiq müəllim çox böyük uğurları, belə hədsiz dərəcədə yüksək nəticələri var, heç olmayacaq dərəcədə, hər sahədə metal işləmə ilə bağlı xüsusilə də. Buna görə də mən əminəm ki, bu sizə bir stimul verərək yeni bir təkan verəcək. Təbrik edirəm. Bu isə onun vəsiqəsi, o diplomun özüdür. Şaiq müəllim, bu isə onun vəsiqəsidir. Buyurun, bu da sizin. Çox sağ olun. Bütün qonaqlarımızı salamlayıram. Xüsusilə Qazaxıstandan, Özbəkistandan gələn bacılarımızı, qardaşlarımızı salamlayıram. Xoş gəlibsiniz. Öz qardaşınızın evinə gəlibsiniz. Öz torpaqlarınıza gəlibsiniz. Sonra da bütün həmkarların hər birini salamlayıram. Sabir müəllim, sizə xüsusi təşəkkürümü bildirirəm. Borcumuzdur. Bütün bu tədbirlərin təşkili və yaxud yoldaşlar dedi, Əskər müəllim deyəsən, 18 yaşında bir cavan olan kimi var. Sizə Allah uzun ömür versin, can sağlığı versin ki, belə tədbirləri çox keçirsiniz. Mən Turan Elmlər Akademiyasının rəhbərinə, rəyasət heyətinə, bütün tədbirlərinə öz minnətdarlığımı bildirirəm ki, mənə belə bir böyük, belə deyək, qayğı göstəriblər. Mən özünüz dediyiniz kimi, keçən il Turan Elmlər Akademiyasının həqiq üzvü seçilmişdir. Bu il isə Turanın xalq rəssamı və qonaqlarımıza onu da çatdırın ki, mənim üçün 2 qat şərəfdir ona görə ki, Turanın xalq rəssamı fəxri adının bir nömrəli vəsiqəsini mənə təqdim edirlər. Düzdür. Nailə xanıma da həmçinin bir nömrədir. Sizinki hər ikisi birdir. Türk dünyası üçün. Bütün təqdim olunanların hər birini təbrik edirəm. Belə xalqımıza, millətimizə, zəhmətkeşlərimizə bu qədər sevinci yaşatdığınız üçün sizə də xüsusi təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun.